Qədim İçəri şəhərdə bu günlərdə tamamilə fərqli bir ab-hava hökm sürür. Qoşaqala meydanında Qarabağ mədəniyyət xəritəsi hər rayonun öz səsi festivalı keçirilir. Tədbir çərçivəsində Qarabağın zəngin mədəni irsi, adət-ənənələri, milli geyimləri və özünəməxsus mətbəxi nümayiş olunur. İçəri şəhər bu dəfə Qarabağın musiqisinə və mədəniyyətinə ev sahibliyi edir. Qoşaqala meydanında keçirilən Qarabağ Mədəniyyət Xatirəsi hər rayonun öz səsi festivalında Qarabağın adət-ənənələri, milli mətbəxi və sənət nümunələri bir araya gəlib. Festival həm yerli sakinlərin, həm də xarici qonaqların diqqətini çəkib. Şəhəriniz nağıl kimidir. Yaşıl, təmiz, gözəl və müasir. Zəndlərdə Qarabağın adət-ənənələri, mədəniyyəti, tarixi haqqında bizə ətraflı məlumat verdilər. Çox yaxşıdır məncə. Bu daha tez olsa, daha tez məncə yaxşı olar. Burada muzeylərə getdik, çox gözəl idi. Yəni yaxşıdır da, qədimi tarixi hər şey öyrənir. Burada milli geyimlər, musiqi alətləri, hər bölgəyə məxsus təamlar nümayiş etdirilib. Stentimizdə ancaq milli ornamentlər, milli adət-ənənələrimiz, geyimlərimiz, aksesuarlarımız və xınayaxtı mərasimi üçün. Yəni xınayaxtı bilirsiniz ki, hər bölgədə olub da, istəyir Qarabağda, istəyir başqa bölgələrdə. Buradakı geyimlərimiz Xurşudbanu Natavanın geyimidir. Buradakı Ağdam bölgəsinin geyimidir. Burada da məsələn Cəbrayıl bölgəsinin geyimləridir, 2 dənə. Yurdumuzun ölməz dastanıdır. Öz mən düzəltdiyim musiqi alətlərinlə mən bu gün gəlmişəm. Bu aləti mən düzəltmişəm, qələbədən sonra düzəltmişəm mən. Qələbəyə həsr eləmişəm. Torpaqlarımın azad olunansa mən bu aləti düzəltmişəm. Adını da qoymuşam Zəfər Kisarası. Bir gün biz burada Qarabağ mətbəxini təmsil eləyirik. Qarabağ kətəsini bişiririk, göy qutabıdır. Aşımız var, qaralı aşımız var, lobyalı aşımız var. Şirniyyatlardan paxlavamız, şəkər buramız, laçın balımız var, yaylaq balıdır. Festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin tanıdılması, milli mənəvi dəyərlərimizin təbliği, eləcə də bölgənin mədəni potensialının geniş ictimaiyyətə təqdim olunmasıdır. Qarabağ mətbəxi, Qarabağ xalçaları və qarşıda gördüyünüz Qarabağ atıdır ki, həmin o Qarabağ atının üzərində Cəbrayıl və Şuşa xalçalarının naxışları, elementləri əks olunmuşdur. Və bu da onu göstərir ki, biz Qarabağ xalçalarını da Qarabağ atının üzərində göstəririk ki, onlar üçün daha da canlı nümunə olsun. Tədbir çərçivəsində Qarabağ sərgisi, ənənəvi sənət nümunələri və ustad dərsləri təşkil olunub. Maya Sabir qızı, Fərmal İsmailov, İTV Xəbər.